Hoş gördük değerli müəllimlər. 30 may 2025-ci il Azərbaycan Respublikasının Təhsil İnstitutunun sertifikasiya imtahanında iştirak edəcək müəllimlərimiz üçün keçirdiyi qiymətləndirmə sınağında məhz inteqrasiya suallarının izahını bir yerdə öyrənək. İlk öncə suallarla tanış olaq. Bugün mən sizə 4 sualın izahını təqdim edirəm. Əlbəttə ki, 5-ci sual olaraq sizdə varsa və daha sonra başqa inteqrasiya sualları da varsa, mənə yönləndirə bilərsiniz ki, sizə izah təqdim edim. Suallarla tanış olduqsa, keçid alaq izahlara. 1. Sağlam qidalanma planını hazırlamaq haqqında olan sualı yəqin ki görmüsünüz. Tapşırıq şəxsin yaşı, sağlamlıq vəziyyəti və büdcəsi nəzərə alınmalıdır. Bu tapşırıq inteqrasiya olunur. Biologiya, qidalanma və sağlamlıq, riyaziyyat, büdcənin hesablanması, ətraf aləm və ya təhsil texnologiyaları, planın tərtibi, təqdimatı daxildir. Amma şagird bu tapşırığı real həyatda yerinə yetirmir. Sadəcə təsəvvürünə əsaslanaraq yazılı formada və ya qrupda müzakirə apararaq yerinə yetirir. Odur ki, doğru cavab yalnız fənlər arası olmuş olur. Çünki burada həyatdakı real kontekstdə fənüstü fəaliyyət yoxdur. Yəni, praktik olaraq həyatda tətbiq edilmir. İkinci, elektrik enerjisi sərfiyyatını və ailə büdcəsinə təsirini müəyyənləşdirmək. Tapşırıq, gün ərzində elektrik sərfiyyatı və bunun ailə büdcəsinə təsiri. Burada inteqrasiya olunur. Fizika, elektrik enerjisi, riyaziyyat, hesablamalar, məişət, iqtisadiyyat və ya həyat bilgisi, büdcə anlayışı. Yenə də bu real həyatda yox, təsəvvür və hesablama ilə edilir. Doğru cavab yalnız fənlər arasıdır. 3. Ekoloji problemlərlə bağlı su nümunələrinin təhlili. Müəllimlər, hələ sizlərin bilmədiyi 2025 mövzuları əsasında yeniliklər mövcuddur ki, siz imtahanda bunlarla qarşılaşa bilərsiniz və orada çaşqınlıq yaşaya bilərsiniz. Odur ki, vaxt itirmədən tez bir zamanda bizim ödənişli qruplarımıza qoşularaq canlı dərslərimizdə iştirak edərək bu yenilikləri əldə edə bilərsiniz. Əgər desəz ki, vaxtınız buna çatmır, o zaman çox aşağı məbləğlə cəmi 15 manat ödəməklə siz bizim geniş deyil, qısa konkret izahlarımızı və üstəgəl 4000-dən çox yenilənmiş testlərimizi əldə edə bilərsiniz ki, bu da sizə imtahanda yüksək nəticə əldə etməyiniz üçün mütləq ki, kömək olmuş olacaqdır. Vaxt itirmədən tez bir zamanda bizim əlaqə nömrələrimizə yazın. Uğurlar hepiniz əlbəttə ki, keçid alaq izahın davamına. Tapşırıq olaraq su nümunələrinin toplanması, tərkibinin kullanılığının araşdırılması və nəticələrin təqdimatı. Burada inteqrasiya olunur. Kimya və ya biologiya, su tərkibi, coğrafiya və ətraf aləm, ərazi və ekoloji vəziyyət, riyaziyyat, nəticələrin analiz və təqdimatı. Dil və kommunikasiya, müzakirə, təqdimat. Bu tapşırıq real problemə əsaslansa da, şagird onu təsəvvür edir. Yəni, praktik olaraq deyil, gerçəkdə icra etmir. Doğru cavab yalnız fənlər arası. 4. İnformatika günü üçün büdcə planlaşdırılması. Tapşırıq 150 azenlik büdcənin planlaşdırılması. Burada inteqrasiya olunur. Riyaziyyat, büdcənin hesablanması, informatika və texnologiya, tədbirin planı, sosial biliklər, əməkdaşlıq, ictimai fəaliyyət. Bu da praktik deyil, təsəvvürə əsaslanan planlaşdırmadır. Doğru cavab yalnız fənlər arası. Nəticə, təsəvvürə əsaslanan, real həyatın icrası olmayan tapşırıqlar yalnız fənlər arası inteqrasiyaya aiddir. Fənüstü inteqrasiya isə real həyatda tətbiq, praktik fəaliyyət, konkret məhsul, fənlərin sərhədlərini aşan problem həllinə əsaslanmalıdır. Yəni, uşağın gerçək bir fəaliyyət icra etməsi şərtdir. Daha sonra sizə belə bir cədvəl təqdim edirəm. İnteqrasiya növlərinin təyini üzrə təhlil cədvəli. Bu sənəd Azərbaycan Təhsil İnstitutunun sınaq imtahanlarına əsaslanaraq inteqrasiya növlərinin müəyyən olunmasına kömək edir.
Bu cədvələ əlbəttə ki, siz baxmaqla nə vaxt fənlər arası, nə vaxt isə fənüstü ola biləcəyini özünüz analiz edə bilərsiniz. Yekun olaraq qaydalar əsasında çıxarılan nəticə, təxəyyül, plan, təsəvvür bərabərdir yalnız fənlər arası, real məhsul, xidmət, fəaliyyət bərabərdir fənüstü və ya fənüstü üstəgəl fənlər arası inteqrasiyaya. Tək fən daxilində baş verirsə, fən daxili. Müxtəlif fənlər üstəgəl praktik tətbiq varsa da fənlər arası fənüstü olmuş olur. Qısa yadda saxlamaq üçün formul. Əgər uşaq düşünürsə, fənlər arası, əgər uşaq görür, toxunur, tətbiq edirsə, fənüstü olmuş olur. Qarşıdan gələn imtahanda, istər MİQ, istərsə sertifikasiya imtahanında bütün müdavimlərimizə bolluca şans arzu edərək, məhz az qalmış bu zaman müddətində kurikulum yeniliklərini öyrənmək üçün bizə müraciət edin. Biz sizlərə imtahana kimi bu yenilikləri daha aydın şəkildə öyrənmənizə kömək etmiş olacağıq. Qeyd edim, yenilik yalnız inteqrasiya mövzusunda deyil, başqa mövzularda da indiyə qədər yanlış bildiyiniz bir çox yeniliklər mövcuddur. Məhz bizim izahda bunları əldə edə bilərsiniz ödənişli qruplarımız vasitəsilə. Uğurlar hər kəsə. Bəyəni düyməsini basaraq kanalımıza abunə olmağı unutmayın ki, sizlərlə paylaşdığımız bu yenilikləri sizlər də tez bir zamanda əldə etmiş olasınız. Uğurlar.